Salamlar dostlar. Avropadayıq. Uşaq üçün göz həkiminə gedirik. İndi mən sizə göstərəcəm. Burada necə xahiş eləmədən və minnət götürmədən sən həkimdən keçirsən və bir köpük də ödəmədən necə həkimdən keçirsən, bez problem, gözləmədən, rüşvət vermədən, yenə təkrar eləyirəm, kimdənsə xahiş eləmədən, kimdənsə minnət götürmədən, sadə bir şəkildə. Bonjour. Okay, təmizliyinə, buran şeylərinə baxırsınız. Gəl bura qızım. Həkimlərə zaten. Deməli dostlar, bizi başqa bir həkim yoxlayacaq. Bugün göz idmanıdır. Ondan sonra da oftalmoloq yoxlayacaq. Bura özəl xəstəxana deyil. Bura dövlətin xəstəxanasıdır və hər şeydə pulsuz, sığortamızla, tibbi sığortamızla. Bu dövlətdə yaşayan hər kəs, fərq yoxdur, Hindistanlısan, Afrikanlısan, ya yerli, Avropalı, Fransızsan, ya Almansan, hər kəsin sığortası var, 100% dövlət ödəyir. Bez problem. Deməli dostlar, davam edirik. İndi göz idmanına gəlmişik uşaq üçün. Bura dediyim kimi özəl xəstəxana deyil. Bura dövlətin xəstəxanalarıdır. Burada diş xəstəxanaları ayrı olur, göz xəstəxanaları ayrı olur, uşaq xəstəxanaları, böyük xəstəxanaları. Normalda göz ayrı, diş ayrı. Bir də var böyük xəstəxanalar. Belə dostlar, təmiz, gözəl uşaqlar üçün. Uşaqlar üçün maraqlı şeylər. Özünüz görürsünüz. Baxın. Belə sizə davam edəcəm birazdan. Sizinlə davam edəcəm. Deməli dostlar, biz göz idmanından çıxdıq. Gözün yoxladılar, biraz idman. Buranın lifti də var, gördüyünüz kimi. Amma biz qərara gəldik ki, yeriyə, yəni bu mərdivənlərlə qalxaq. Bizdə olan kimi, ay filan kəs doktoru yoxdur, ay filan kəs doktorun pasiyenti var, xəstəsi var. Ay filan kəs doktor belə, ay filan kəs doktor elə. Yəni, burada elə şey yoxdur, randevu götürürsən, insan kimi gəlirsən, vaxtında da səni qəbul edirlər. Sığorta da dövlət ödəyir, tibbi sığorta da dövlət ödəyir. Gözə nə lazımdır eləyirlər. Burada ümumiyyətlə insan üçün estetikadan, nə bilim, burnumu kəstirin, dodağımı böyüdüm. Bunlardan başqa nə insana lazımdırsa, ürək stent qoymaq, ondan sonra bir çox xəstəlikləri müalicə eləmək. Onkoloji xəstəliklər burada havayı müalicə olunur. Əgər varsa belə adamlar ətrafınızda bu videonu görənlər, dərhal Avropaya üst tutun, sizi burada müalicə eləyəcəklər. Pulsuz 3000, 5000, 10000 manat kreditə girib, banka girib, nə bilim, Türkiyəyə ya o bir ölkələrə gedmin. O pulu götürüb gəlin Avropaya. Çünki o Türkiyəyə gedəndə, nə bilim, İrana, ora, bura şey olacaq. Onsuz da o pul qurtaracaq bir müddətdən sonra. Sizin də xəstəliyiniz qalacaq yarımçıq. Avropaya gəlin, dializ, nə xəstəliyiniz varsa, gəlin Avropaya, burada tibbi sığortadan sizi müalicə edəcəklər. O görünən Strasburqun möhtəşəm tanınmış kafedralıdır, Şatedral. Belə dostlar, indi o birisi həkimi gözləyirik. Bu da gözləmə zalıdır. Belə maraqlı, rəngbərəng. Orada aparatlar var. Yəni dostlar, hansısa xəstəliyiniz varsa, Allah rəğm eləsin, ağır, onkoloji və ya başqa, həmən Avropaya üst tutun. Bura gəlin, burada sizə adam kimi baxacaqlar, sağaldıb sonra göndərəcəklər. Elə xəstəliklər var ki, gəlirsən bura, burada müalicə eləyirlər, amma bu xəstəliklə sənin invalidlik
əngəllilik almaq şansın var və dövlət görür ki, özü əngəlsənsə, əngəllisən, yəni invalidsən, bu xəstəliklə işləmək olmaz. Dövlət sənə özü birbaşa rüşvət almadan, kiməsə xahiş eləmədən, kimdənsə minnət götürmədən sənə invalidlik verir və ayda 1000 avro pul verir və səni yerləşdirir invalid şəhərciyinə və ya invalidlər üçün nəzərdə tutulmuş tikililərə. Yəni ki, mən sizə demək istəyirəm ki, invalidlər, əngəllilər üçün olan yerlər, münasib olan yerlər var burada. Çox rahat bir şəkildə düşünülmüş yolları, liftləri, padyumları, qalxmaqları, düşməkləri, dərələri, təpələri və s. Oralara yerləşdirib özü üçün də yaşayacaqsan, daha canunla əlləşməyəcəksən. Nəysə, mən birazdan çəkilişə davam edəcəm. Gördüyünüz kimi dostlar, xanımlar və bəylər, bura dövlətin xəstəxanasıdır, heç bir özəl xəstəxana deyil bura və hər şeydə sığorta ödəyir. Sığorta dərmanlarımızı da ödəyir. Biz burada dərmana pul vermirik. Avropada heç bir ölkəsində dərmana pul verilmir. İstəyir o dərman 5 manatdır, 5 avrodur və ya 500 avrodur. Onu sığortamız qarşılayır. İnkişafa baxın siz. Sizə bir şeyi də nəzərinizə çatdırmaq istəyirəm ki, buradakı xəstəxanalar hamısı bu qaydada təmiz, son avadanlıqlarla, son aparatlarla təmin olunub. Hər bir xəstəxananın vəziyyəti bu gündədir. İstəyirsən kəndə get, istəyirsən dağın başındakı kənddə get xəstəxanaya, istəyirsən şəhərin ortasındakı xəstəxanaların hamısının vəziyyəti bu gündədir və bunların hamısına nəzarət olunur. Deməli dostlar, burada ay çəkilin, baş həkim gəlir, ay baş həkimə narahat eləmək olmaz, elə olmaz, belə olmaz. Burada qardaşlar, xanımlar, bəylər, burada belə bir şey yoxdur. Həkim burada xalqa qulluq eləmək üçündür, səndən rüşvət ala bilməz. Bir də 3 pasient həkimdən narazıçılıq eləsə, burada şikayət kitabçaları var. Narazıçılıq eləsə və ya bu xəstəxananın e-mail, elektron adresinə göndərsə, o həkim sağollaşır işi ilə, vədalaşır ki, bonjour. Belə işıqları, şimdi yoxlama var, nəzarət var. Ölkədə nəzarət var ölkəyə. Yoxlayır. 3-4 adam bir həkimdən nəzarət eləyirsə, o həkim işdən çıxardırlar. Bu həkimin, buradakı baş həkim və ya buradakı müdiriyyət deyir ki, ay həkim, sən bizim xəstəxanamızın, klinikamızın adını batırırsan. Ona görə də xoş gəldin, xoş getdin. Oradan bir səs gəlirdi 2 dəqiqə bundan öncə. Gəldi, bu adam baxdı, söndürdü o səsi. Yəni, nəzarət çox güclüdür, kontrol çox güclüdür bu ölkədə. Yəsi var ölkənin bir sözlə. Bir tanışım da var, bir həftə bundan əvvəl danışırdım. Dedi ki, Bakıda bir nömrəli poliklinikada gözümü test eləməyə aparat tapılmadı. Deməli, belə aparatda baxır. Burada da bir xeylam aparatlar var. Ouais. Donc, l'œil de Ophélia, il est trop petit, Ouais. et l'image est derrière. Okay. Et Ophélia, elle voit bien sans lunettes parce qu'elle force avec la lentille et elle tire l'image sur la rétine. Okay. Le problème, c'est qu'avec les lunettes, elle ne les porte pas souvent, donc elle continue de forcer avec la lentille et elle force à travers les lunettes. Okay. Donc on va mettre des lunettes un peu moins fortes, mais il faut qu'elle les porte régulièrement, presque toute la journée, tous les jours. Sinon, elle va continuer à forcer et quand elle ira à l'école, ça va être un problème. Ok, d'accord. Şimdi belə sığorta kartımız var. Bununla hər şey ödəyir. Deməli dostlar, biz həkimdən çıxdıq. Bizə belə bir randevu verdi. Ondan sonra bir kağız açqısının gözlüyünü dəyişmək lazımdır. Gələcəyinə, bugün də, sabahda, önümüzdəki həftədə.
1 saat 25 dəqiqə biz həkimdə olduq, oftalmoloqda və optistdə olduq. Heç kimin qabağında quyruq bulamadan, heç kimdən xahiş eləmədən, heç kimdən minnət götürmədən, evlada görə heç kimin önündə sınmadan biz çıxırıq xəstəxanadan və bütün xərclərimizi, yox qızım, liftlə getmək, asansörlə getmək, peşkon və bütün xərclərimizi də dövlət edir. Mənim kimi evladın göz problemi olub, pul ucbatından həkimə gələ bilməyən valideynlərə Allah özü kömək olsun. Bonjour. Belə dostlar, yəni bu da Avropa, rahatçıl qızım, dur. Dur. Velosipedimiz buradadır. Belə dostlar, biz də velosipedlə gəlmişik. Mənim 2-3 də bundan başqa da velosipedim var. O uşaqları ikisini götürəndə olanda, 3-ü olanda götürürəm, amma bunu belə bir velosipeddir. Bunu da mənə 2020-ci ildə iş yoldaşlarım alıb, elektriklidir. 2200 avro idi. Markası da KTM maşina. KTM maşina. Oradan da tram gedir belə.